Elə müsəlman qardaş və bacılarımız var ki, Allah Resulü sallallahu aleyhi və səlləmin kəsdiyi heyvanın növü kim kəsmək istəyir? Və şək yoxdur, buna cavab olaraq Allah Resulü sallallahu aleyhi və səlləmdən hədis varid olub. Necə ki, hədisdə gəlir, Ən Əbi Səidin qal, Kənə Rasulullah sallallahu aleyhi və səlləm yudahhi bi kəbşin əqran fəhil, yanzuru fi səvad və yəqul fi səvad və yəmşi fi səvad. Əbu Səid radiyallahu anhına gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buynuzlu, erkək, baxışı qara tərəfə baxış, yəni gözlərin ətrafı qara, yediyi tərəfi, yəni ağzı qara və gəzdiyi, atdım atdığı tərəfdə qara rəngdə qurban kəsərdi. Baxın, necə sahabə Allah Resulü sallallahu aleyhi və səlləmin kəsdiyi, yəni qurban bayramında kəsdiyi qoyunun növünü bizə necə keyfiyyəti, necə halda olduğunu kəsdiyini göstərir. Ki, buynuzlu olub, bu birinci vəsf. İkinci vəsf erkək olub. Üçüncü vəsf gözlərinin ətrafı qara rəngi olub. Dördüncü vəsf ağzı, yediyi tərəfi qara rəngi olub. Və beşinci vəsf isə, yəni addımlar, o dırnaq tərəfləri nədir? Qara rəngi olub. Və bu da baxın necə ki, sahabələr, bizdən öncəkilər hədisə necə diqqət ediblər. Allah Resulü sallallahu aleyhi və səlləmin necə, hansı halda və cürbəcür hallarını bizə hədislə rəvayət ediblər və bu da göstərir ki, İslam dini necə mükəmməl və necə gözəldir.